Bismillahirrahmanirrahim. Qədir Dəryasından 40-cı verilişində hər birinizi xoş gördük. Qədirxum xutbəsində əziz Peyğəmbərimizin Həzrəti Əli əleyhissalam barəsində buyurduğu cümlələrdən də biri bundan ibarətdir. Fa'lamu mə'aşirən nas ennəllâhe qəd nəsəbəhu ləkum vəliyən və imamən muftaradətən ta'ətuh. فاعلموا معاشر الناس أن الله قد نصبه لكم وليا وإماما مفترضة طاعته. Ey insanlar, ey cəmaat, bilin və agah olun ki, həqiqətən Allah Taala Həzrəti Əli əleyhissalamı sizin üçün vəli və imam seçmişdir. Muftaradətən ta'ətuh. Elə imam ki, ona itaət eləmək, onun göstərişlərinə əməl etmək Allah tərəfindən fərz buyurulmuşdur. Əziz Peyğəmbərimizin buyurduğu bu cümlə haqqında bir neçə nöqtəni istəyirəm sizin nəzərinizə çatdıram. Birinci önəmli məsələ budur ki, əziz Peyğəmbərimiz işarə edir, bilməliyik ki, imamət Allah tərəfindən seçilən bir məqamdır. Allah onu təyin etməlidir. İnsanlar onu seçə bilməzlər. Şura vasitəsilə ilahi rəhbər təyin oluna bilməz. Necə Peyğəmbərlik məqamı ilahi bir məqamdır, Allah özü tanıyıb, layiq bildiyi şəxsi Peyğəmbər və nübüvvət məqamına seçir, o cümlədən imamət məqamı da nübüvvət məqamı kimi, risalət məqamı kimi ilahi bir məqamdır, Allah tərəfindən seçilməlidir. Əziz Peyğəmbərimiz buyurur ki, Allah qəd nəsəbəhu, Allah onu seçmişdir. Bu birinci nöqtə. İkinci nöqtə bundan ibarətdir ki, bəs imamət intixabi deyil. İnsanların rəy verməyi ilə, səs verməyi ilə olsun. Həmçinin şura vasitəsilə də ola bilməz. Allah tərəfindən seçilməlidir. İkinci sual bundan ibarətdir ki, əziz Peyğəmbərimizdən sonra imam olaraq Allah Taala kimi seçmişdir? Əziz Peyğəmbərimiz burada cavab verir ki, Ennəllâhe qəd nəsəbəhu, Allah Taala Həzrəti Əlini seçmişdir. Həzrəti Əli əleyhissalamı imamətə təyin edən Allah Taalanın özüdür. Bu da ikinci nöqtədir ki, bu cümlədən istifadə olunur. Üçüncü məsələ budur ki, burada buyurur ki, qəd nəsəbəhu ləkum. Həzrəti Əmir əleyhissalamı imam olaraq ki, Allah Taala siz üçün qərar verdi, Həzrəti Əmirin, Həzrəti Əli əleyhissalamın imam olmağı siz üçün faydalıdır. Ləkum. Allah Taala seçməyi siz üçün faydalıdır. Özü də Həzrəti Əmiri seçməyi siz üçün faydalıdır. Amma əgər Allah seçməsəydi, yəni insanlar seçsəydilər və yaxud da Allah Taala Həzrəti Əli əleyhissalamın əvəzinə başqa bir şəxs seçsəydi imam olaraq, bu sizin üçün faydalı olmazdır ki, bu ləkum kəlməsindən istifadə olunur. Üçüncü məsələ vəli kəlməsinin mənasıdır. Bəzən Quranda biz vilayət ayəsini oxuyanda və yaxud da Qədirxum xutbəsində mən kuntu muvlahu fəhazə əliyyum muvlahu cümləsini oxuduqda bəzilər deyirlər ki, vəlinin mənası dost deməkdir. Bir halda ki, əziz Peyğəmbərimiz Qədir xutbəsində vəli kəlməsini bizə məna etmişdir. Allah Taala qərar verib sizə Həzrəti Əmir əleyhissalamı vəliyən və imamən. Vəlini məna edir. Ərəb ədəbiyyatı baxımından imamən burada ətfi təfsiridir. Yəni, vəli kəlməsini təfsir edir. Yəni, vəlidən məqsəd imam, ilahi bir rəhbər, Peyğəmbərdən sonra. Nəhayət, 5-ci nöqtə bundan ibarətdir ki, imamı tanımaqdan məqsəd ki, bir sıra hədislərdə təkidlə buyurulub ki, hər bir şəxs gərək imamını tanısın, məxsusən də öz zəmanəsinin imamını tanısın. Bu cümlədə o məsələyə də işarə olunur ki, imamı tanımaqdan məqsəd muftaradətən ta'ətu. Yəni, bilməliyik ki, bu ilahi rəhbərdir, ilahi rəhbərə itaət etmək, onun göstərişlərinin müqabilində təslim olmaq Allah tərəfindən fərzdir. İmamı tanıyaq, zahiri tanımaqdan əlavə bilməliyik ki, bizim vəzifəmiz imama itaət etməkdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.